Qızından yol getmirdi. Başladı qızla dalaşmağa, mən də dedim, abala, qız uşağıdır. Sən onu pis etdirirsən, o da sağa qarşı pis olur. Onun üstündə Allah haqqı, heç nə. Sən demə, bu adam hazırlaşıb şeylə, bəhanə. Mən gedəcəm, dedim, haraya gedirsən, get valla. Elə getdi, paltarınca geyindi. Mən də heç bilmirəm qızılı da apardığını. Bir də dedilər, qızılı da aparıb. Gecə saat 1-ə işləyir, mən də uşağı çimizdirdim, elədim, yerdə yatıyır. Bir də gördük, qapımız döyüldü. Yoldaşım çıxdı ki, polislə gəlib, 5 nəfər polislə. Dedi ki, qalsın gecəsizdə polis. Dedim, lazım böyüm, ailə gəlin. Mən dedim, qəbul eləmirəm. Öz də örgəncəhili idi, bununla neçə dəfədir belədir. Qonşusu dostu İsmailovanın evində qalan Nərgiz ona deyib ki, öz qardaşı gilə gedəcək. Lakin bu günə kimi onu gördüm deyən yoxdur. Nərgizi gecə polislər gətirmişdi evə. O da dedi ki, vağzalda dururdum. Polislər dedi, burada niyə durursan? Dedim ki, gedəcəm Bakıya. Deyib, get daha, indi niyə burada durursan? Deyib ki, səhər gedəsiyə. Deyib, niyə? İndi get daha, yaxşıdır. Deyəndə deyib ki, məni qaynanəm döyür. Səhər də durdu, çay içdi, çıxdı, dedi, Sumqata gedirəm. Ailə bildirir ki, Nərgiz Heydərovanın qardaşından telefon əlaqəsi saxlayıblar, lakin burada ondan xəbərsiz olduqlarını deyiblər. Daxili İşlər Nazirliyi də Nərgiz Heydərovanın itkin düşməsindən bağlı məlumatdadır. Ağstafa rayon Dağkəsəmən kənd sakini 35 yaşlı Nərgiz Heydərovanın yerinin müəyyən olunaraq ailə üzvlərinə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Nərgiz Heydərovanın əlamətləri belədir. Boyu 170 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxs tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə və ya Ağstafa rayon polis şöbəsinə məlumat vermələri xahiş olunur.